Həftəlik bürclər, qoçlar, şirlər, ox atanlar 16 fevraldan 23 fevrala doğru o ünsürlər nələr gözləyir? 17 fevraldan günəş tutulması aktivləşəcəyi üçün o ünsürlər üçün xüsusi bir zaman olacaq və bu zaman sizin üçün yenilənmiş bir məqam olacaq, istifadə edə bilərsiniz. Qoçlardan başlasaq, qoçlar bu həftə niyə özünüzə güvənmirsiniz? Şanslarınız aktiv olacaq, yollarınızda aktivləşmə başlayacaq, özgüvəninizlə bağlı problem var. Gedinmi, danışınmı, hərəkət edinmi, zamana mücadilə gedinmi? Sanki özünüzü geriyə çəkəcəksiniz. Özünüz nələrdənsə qorxub passivləşmiş bir formada özünüzü saxlayacaqsınız və öz olduğunuz mühitdən çıxmaq istəməyəcəksiniz. Elə bir görünmək, yenilənmək sizin üçün biraz qorxuducu olacaq. Yenilənmə zamanıdır qoçlar. Və bacardığınız qədər ayın 18-dən sonra tam belə deyim dövrəvizi gücləndirin günəş tutulandan sonra və qoçun aktivləşməsi də bilirsiniz ki, güclü bir formada var. Merkurinin, Saturnun təsirləri qoçun üzərində yüksək səviyyədə olacağı üçün qoçlar bu zamandan istifadə edin. Qapılar açıq, amma siz addım atmırsınız. Elə bir ayaqlarınız yoxdur və yerimək istəmirsiniz. Nədənsə sizi sıxan məqamlar var, nədənsə özünüzü yeniləyə bilmirsiniz. Şans olaraq, özgüvən olaraq, pul maddiyatla əlaqədar olaraq özünüzü bacara bilmirsiniz. Qoçlar, tək qoçlar varsa gözünüz aydın olsun. Bu həftə yeni bir tanışlıq, yeni bir başlanğıc, yeni insanlarla kontaktınızı, özgüvəninizi gücləndirə bilərsiniz. 18-dən sonra tam uğurlu bir zamana keçmə şansınız var. Sadəcə öz olduğunuz mühitdən çıxmasınız və hər şeyi görmək, hər şeyi aktivləşdirmək istəməsiniz, enerjiləriniz daha da yarımçıqlıqda qalacaq. Şirlər bu həftə plan qurma həftəsidir. Mən bunu belə etmək istəyirəm, belə arzu xəyallarım var, belə planlarınızı qura bilərsiniz və gerçəkləşmə zamanıdır. Şir kişiləri bu həftə biraz ehtiyatlı olun, özünüzün və yaxud da ətrafınızda olan insanların sağlamlığı ilə bağlı problem, xəbər, narahatçılıq ola bilər. Həmin problem, narahatçılığı keçə bilsəz, həftə gözəl həftədir. Zaman sizin xeyriniz olacaq, zaman yavaş-yavaş irəliləyəcək, sizə qapılar açacaq, sürətiniz çox gözəl olacaq, başqa insanların iş təklifi, başqa insanlarla şərikli və yaxud da birləşmiş sosiallığınızı aktivləşdirəcəyiniz, güclənməyiniz olacaq, kapitansiz olacaqsınız, fortuna sizin üçün fırlanacaq, bir gün mələk olacaqsınız, bir gün qartal olacaqsınız, bir gün öküz olacaqsınız, bir gün şir olacaqsınız. Çünki dəyişkən bir enerjiya keçəcəksiniz və günəşin tutulmasından ən çox da istifadə edən 2026-cı ildə dolçular və şirlər siz olduğu üçün təsəvvür edə bilməyəcəyiniz gücü, təsəvvür edə bilməyəcəyiniz enerjiyə sahibsiniz. Bacardığınız qədər qidalandığınız hər şeyə, qəbul etdiyiniz hər şeyə fikir verməsiniz. Çünki bədəniniz qırağın müdaxilələr nəticəsində zəhərlənmə ola bilər, mədə-bağırsaq sisteminizdə problem ola bilər və bir qəribə bir şey var. Burnumuzda nəsə bir tutulma, nəsə bir bloklanma var. Bacardığımız qədər nəfəs yollarımızı aktivləşdirməyə çalışın duzlu su vasitəsilə. Uğurlu bir həftədir. Həftəni dəyərləndirsək 84-85% və 86 da ola bilər. Uğurlu edə bilərsiniz şirlər. Ox atanlara gələndə, ox atanlar yüklərim çoxdur, istədiyim heç nə alınmır, aqressiyam çoxdur, bədəm ağrıyır, ümidsizəm, özümə yer tapa bilmirəm, narazıçılıqlar. Hər şeyə qarşı yarımçıqlığınız həddən artıq ox atanlar çox olacaq, o qədər yarımçıqlığınız olacaq. İnsanlara mübahisə, konflikt vəziyyətində olacaqsınız, insanlarla danışıq sizi qane etməyəcək, hər şeydən uzaqlaşmağa çalışacaqsınız. Bu həftə sizin üçün ox atanlar depressiv həftədir. Amma şans qapıları sizə doğru açılmış bir vəziyyətdədir. Bilirsiniz, özünüz elə bir burada bir yarımçıq, burada bir yarımçıq, burada bir hər şey yarımçıq formada qoyaraq özünüzü gücləndirə bilməyəcəksiniz. Bacardığınız üzrə beyin və məntiqinizi toparlaya bilsəz, yolunuzla, məntiqinizlə əlaqədar bütün istiqamətlərində yeniləndirə bilərsiniz. Ən çox ox atan qadınlar sağlamlığınıza və bədəninizə fikir verməlisiniz. Çünki ətrafınızda olan aura təmiz aura deyil. Danışılan sözlər, danışılan fikirlər sizə doğru normal vəziyyətdə deyil. Hər hansı bir küy, hər hansı bir səs ox atanlar sizi o qədər qıcıqlandıra bilər ki, heç nə analiz etmədən parçalanmaya doğru aparıb, daha sonra yanlış, daha sonra peşmançılıq yaşayacağınız bir məqam ola bilər. Danışığınıza və məntiqinizə ciddi bir şəkildə fikir verməliyik. Həftəlik uğur sizin üzərinizdə ox atanlar 64%-dir, bu da çox deyil.